Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Gəncədən başlayan dövlətçilik salnaməsi mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfrans Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi və onun Diyarşünaslıq İnstitutu tərəfindən təşkil olunub. Tədbirə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Ağcabədi və Şabranın elmi tədqiqat və ali təhsil ocaqları, eləcə də dövlət qurumlarından alim və mütəxəssislər qatılıblar. Konfransda həmçinin qardaş Türkiyənin təmsilçisi, elmlər doktoru, dosent Kənan Kırkpinar da iştirak edib. Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsindəki büstünü ziyarət edərək müasir dövlətçiliyimizin memarı və qurucusunun xatirəsinə ehtiram bildirib. Həmçinin 28 may Müstəqillik gününün xalqımız üçün əziz bir tarix olduğunu da yad edərək abidənin qarşısına güllər qoyublar. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin konfrans zalının fayesində tarixi araşdırmalara dair nəşrlərə və arxeoloji materiallara dair sərgiyə də baxış keçirilib. Özellikle Tunceli civarında da mezar taşlarında bunları koyalım. Yani burası bugün değil, dün de Türk. Respublika konfransının plenar iclası Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Sonra Gəncənin tarixi haqqında qısa videoçarx nümayiş edilib. Respublika konfransını giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev açaraq, Respublika miqyaslı bu böyük elmi tədbirin iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb və 28 may tarixinin Müstəqillik günü olduğunu qeyd edib. O, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizə edib. Akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırki inkişaf qanuna uyğunluqlarına uyğun sürətdə davam etdirildiyini qeyd edib. Məhz Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi onun rəhbərliyi altında millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində vətən torpaqlarımızın bütövlüyünün tam bərqərar olduğunu vurğulayıb. Milli dövlətçiliyimizə tarixin müxtəlif dövrlərində Gəncə şəhərinin də böyük töhfələr verdiyini vurğulayan akademik Fuad Əliyev bu haqda Gəncə bölməsi tərəfindən çox sayda monoqrafiya və məqalələrin çap edildiyini qeyd edib. Konfransın moderatoru Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova bu elmi tədbirin gedişi qaydası və texniki məsələləri haqda məlumat verib. Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədalov çıxışında İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun konfrans iştirakçılarına salam və diqqətini çatdıraraq bugünkü elmi konfransı alimlərin və tədqiqatçılarımızın tariximizin öyrənilməsində daha bir uğuru kimi dəyərləndirib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin şəhərimizin elmi və ictimai həyatında daim fəal mövqeyini qeyd edib. Yadigar Bədalov
ölkə başçısının sərəncamı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsinin böyük əhəmiyyət daşıdığını bildirib və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edib. Sonra konferansın məruzələrinin dinlənilməsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova Şərqin strateji əhəmiyyətə malik şəhəri və şəddadilərin paytaxtı Gəncə, Türkiyənin İzmir 9 Eylül Universitetindən tarix elmləri doktoru, dosent Kənan Kırkpınar, Türkiyə-Azərbaycan qardaşlığının tarixi kökləri, siz 10 biliyorsunuz, atıyorum. Biz 80 biliyoruz ama sizin edebiyatınız, Azerbaycan'ın edebiyatı, yazması, çizmesi bizden fazla. Burada Türkiye Türklerinin size bu anlamda ihtiyacı var. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Muxtar Muxtarov, Gəncə maarifçiliyinin Abdullah Surh səhifəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi Diyarşünaslıq İnstitutu Etnografiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova 19-cu 20-ci əsrlər Gəncənin təhsil tarixindən, Bakı Ali Neft Məktəbi və Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnografiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Pərvind Ahəngçi, arxiv sənədlərində yaşayan milli və dini kimlik, Cənubi Qafqaz müsəlman ilahiyyat irsinin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xilası, Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasova Azərbaycan Xalq Cümhuriyyətinin vətən tarixində yeri, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova, Nadir Şah Əfşar tarixi şəxsiyyətin bədii mətndə proyeksiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnografiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova, Demokratik Respublikanın Azərbaycan tarixində rolu, Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Zəhra İslamova, Azərbaycanda vəqf mülkiyyəti Səfəvilər dövründə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının elmi katibi Şəbnəm Rüstəmova Səfəvilər dövründə Qərbi Azərbaycanın inzibati ərazi bölgüsü Osmanlı Tapu Təhrir dəftəri əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix və Etnografiya İnstitutunun doktorantı Dəniz Əsədova, Azərbaycan hökmdarı Ağqoyunlu Uzun Həsən və onun qanunnaməsi, Gəncə Dövlət Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli, Azərbaycanın itirilmiş torpaqları və deportasiyalar və Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova, Cümhuriyyət dövrünün maarifçilərindən Hacı Kərim Sanılı mövzularında çıxış ediblər. Sonra məruzələr ətrafında fikir mübadilələri aparılıb. Konferansın gedişi bölmələr üzrə məruzələrin dinlənilməsi ilə davam edib. 3 bölmə üzrə ümumən 50 məruzə təqdim edilib. Respublika konferansının materialları ayrıca kitab şəklində nəşr edilib. Məruzəçilərə sertifikatlar təqdim edilib. Çok faydalı bir toplantı oldu bu. Bunun faydası Gence'yi tanıtmak. Gence'yi önce Azerbaycan'da öne çıkarmak, ikincisi de Gence'yi dünyada, özellikle de Türkiye'de tanınmasını sağlamak.
Müstəqillik günündə biz qədim Gəncədə yığışmışıq və bizim dövlətçilik tariximizdə Azərbaycan Demokratik Respublikasının yeri çox önəmlidir. İlk Şərqdə Respublika, ilk Şərqdə ümumiyyətlə xanımlara hüquq verən bir dövlət olub və bugün mən çox şadam ki, buradayım. Çox yüksək səviyyədə konfrans keçirildi və bizim dövlətçilik tariximizi gələcək mütləq bilməlidir. Bugünkü konfransımız Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində keçirildi. Konfrans öz əhəmiyyətli ilə böyük tarixi səlnaməyə toxunaraq Azərbaycan Cümhuriyyətinin yaranmasının yubileyinə həsr edildi. Eyni zamanda Gəncə şəhərinin qədimiliyi, Cümhuriyyət dövründə Gəncənin bir mərkəz kimi fəaliyyət göstərməsi və bu tarixi gənclərə, insanlara, dünyaya bəyan etmək kimi mövzularda çıxış edildi. Konfrans təbii ki, Azərbaycan üçün, Azərbaycan gəncliyi üçün, hətta Azərbaycan kənarda olan insanlarımız və vətəndaşlarımız üçün çox əhəmiyyətlidir. Gənclərin təlim-tərbiyəsində böyük əhəmiyyət daşıyır. Əslində bugünkü konfrans Gəncədən başlayan dövlətçilik böyük əhəmiyyət daşıyır. Çünki həqiqətən də bir daha biz bir əsrdən çox bir vaxt keçməyinə baxmayaraq bir daha biz dərindən dərk edirik ki, nə deməkdir ilk Azərbaycan Xalq Cümhuriyyəti, nə deməkdir o ilk yaranmış demokratik dövlətçilik və onun ki, dünyaya göz açması məhz Gəncədə baş vermişdi. Ona görə bu günləri həmən o hadisəni Gəncədə bunu qeyd etmək və növbəti bu konfransı həsr etmək bu böyük əhəmiyyət daşıyır. Nə gözəl ki, bu konfransda bir çox alimlər, bir çox qurumlar burada təmsil olunublar və onlar müxtəlif bir aspektlərdən Azərbaycan Xalq Cümhuriyyətinin, məhz o dövlətçiliyin tarixinə yeni bir baxış edirlər. Eyni zamanda da hər zaman onun rolu yenilməzdir, tükənməzdir. Onun rolunu burada vurğulayırlar. Bu da çox vacibdir.